Salam, xoş gördük əziz televiziya tamaşaçıları. Bugündən etibarən yepyeni röya kimi verilişi ilə artıq sizlərin evlərinizin qonağı olacaq. Belə ki, bu ilk veriliş olduğu üçün istəyirəm bir balaca sizləri bu veriliş barəsində məlumatlandırım. Belə ki, biz kiçik bir doxunuşla sizin evlərinizdə böyük bir dəyişikliklə imza atacağıq. Əlbəttə ki, bunu mən tək etməyəcəm. Mənimlə birlikdə bizim memarımız və onun komandası olacaq. Ay Xuraman xanım, dayanın. Bütün verilişin sürprizlərini açmayın. Bir arxaya baxın. Barış bəy də gəlir, ona da söz saxlayın. Necəsiniz? Çox sağ olun Barış bəy, siz necəsiz? Sağ olun, ben deyim, teşekkürler. Əziz tamaşaçılarımız, artıq Barış bəy bizimlə birlikdədir. Barış bəy çox gözəl bir ailəyə qonaq olacaq, çox sevimli bir ailədir. Maşallah. Mən sizi o ailə ilə tanış eləyəcəm. Peki sunucumuz program hakkında her şeyi anlattı mı size? Yox Barış bəy, bütün sürprizləri söyləməyə vaxt qoymadınız. Çox tez gəldiniz, vaxtımız azdır. Siz bizi ailə ilə tanış eləyin. Hal-hazırda zil çalaq. Bəh, qapının zənginə bax. Lap adamı ucqar bir kəndə apardı ki. Bülbül səsi, dağ havası. Bu ev sahibi Münirə xanım. Memnun oldum. Bu da bizim memarımız Barış bəy. Çok güzel. Buyurun. Siz buyurun. Teşekkürler. Salam. Hoş Merhaba. gördük her birinizi. Barış bəy, Buyurun. tanıştırım. Merhaba. Ölen Barış. reisi Bəxtiyar bəy, Ömer, Merhaba Ömer. kızları Merhaba. Fatıma xanım. Fatma. Lap yaxşı. Evi gəzməzdən qabaq, ailə ilə daha yaxından tanış olar. Özbekistan'da anadan oldum ve orada büyüdük, evlendik orada. Karar verdik ki de Azerbaycan'da yaşamaya göre geldik Azerbaycan'a. Özbekistanda anadan olmuşam, amma artıq 20 ildir ki, Azərbaycanda yaşayırıq. Hə, Bəxtiyar bəy, deyəsən özbək qızına yaman aşiqsiz. Hələ üstəlik xanımınızla birbaşa Azərbaycana gəldiniz, elə deyil? Azerbaycan'da yaşayırıq, her şey çok güzeldi, her şey yaxşıdır çok. Əlbəttə, Odlar ölkəsi dediyimiz Azərbaycanın hər bir bucağı gözəldir. Nağıllar şəhəri olan Bakımıza gələn insanlar artıq buranın sakini olur. Bəxtiyar bəy, nə işin sahibisiz? Tikinti şöbəsində işləyirəm usta olarak. Oo, ustasız. Lap yaxşı. Bəs evinizə əl gəzdirirsiniz? Tikinti derken bu yüksek vişkalarda işləyirik, onların ustası olarak işləyirik. Yani böyle ev remontundan, böyle şeyinden hiç anlayışım hiç olmayıp olmadı da. Otaqlarla tanış olan memar niyə yataq otağını bəyənmədi? Mətbəxdə hansı qüsurlar ev sahibinə söylənildi? Xanımların ən çox vaxt keçirdiyi məkan olan mətbəx hansı rəngdə olmalıdır? Bütün bunlar birazdan. Bəlkə otaqlara göz gəzdirək. Nə deyirsiniz? Barış bəy, yük burada artıq sizin üzərinizdədir. Siz nə deyirsiniz? Valla ben ne diyeyim, ilk başta ben çay istiyorum Münir Hanım'dan. Barış bəy, bizim Minurə xanım elə həyəcanlıdır ki, sizə çay verməyi belə unudub. Çay həmişə bəzəkdir süfrəyə, süfrəmizə çay gəlsin çay. Hiç istəyir üfləyə, süfrəmizə çay gəlsin çay. Ey dostlar, deyəsən bu süfrələrin bəzəyi dediyimiz çay vaxtımızı aparır ha. Xuraman xanım, siz niyə oturmusunuz axı? Tez olun, bizi otaqlarla tanış eləyin. Bura bizim yataq otağımızdır. Evet. Mən belə görürəm, Barış bəy, bu otağında təmirə ehtiyacı var. Kesinlikle. Renklər olmuş mu? Renkler olmamış. Bu renkler yatak odasında kullanılmıyor genelde. Yatak odasında daha koyu, daha dinlendirici renkler yapılması gerekiyor. O yüzden biz bu odanın da renklerini değiştireceğiz. Adətə yataq otağının rəngləri hansı rənglərdə olur? Renkleri yavru ağzı olabilir, lila rengi olabilir, kırmızının açık tonları olabilir. Hə, deyəsən bizim memar yataq otağının nə rəngini, nə mebelini bəyəndi. Keçək mətbəxə. Bəlkə orada nə isə bəyəndirdik. Bahtiyar Bey, Efendim, maşallah her yere seramik döşemişsiniz. aldığımızda böyleydi. Öyle mi? Evet, hiç elde vurmadık daha. Mesela tezgah arasına sadece koysaydınız bu seramiği daha iyi olurdu. Karşı duvarlara da daha açık renkler yapsaydınız daha güzel görülürdü, daha ferahlatıcı olurdu. Mobilyanız koyuysa eğer karşı tarafın kontrastını açık yapacaksınız ki daha iyi görünsün. O yüzden Siz daha iyisini bilirsiniz bunların nasıl olmasını. Təbii ki, Bəxtiyar bəy, bizim memarımızın çox gözəl fikirləri və zövqü var.
Amma hansı otaq təmir olacaq onu söyləsəydi, biz də işimizi ona görə həll eləyərdik. Barış bəy, bizim xanımların çoxu gününü mətbəxdə keçirir. Siz məlumatlandırın, bu mətbəxt nə rənglərdə olsa daha yaxşı olardı? Mutfağın tonları aslında mobilyaya bakıyor. Mobilyayı koyu seçerseniz karşı taraflar daha açık olursa mobilya ön plana çıkar. Hə, nə qərara gəldik? Deyəsən salonu seçdik, elə deyil? O zaman burada nələr ediləcək, hansı dəyişikliklər olacaq? Bəlkə bizə biraz açıqlama verəsiniz. En çok vakit geçirilen yer oturma odası olduğundan dolayı Bahtiyar Bey için de daha iyi olacak. Yaxşı, orta otağı təmir, yəni salon təmir eləyəcək. Onda bu otaq hansı rəngdə olması lazım və ya hansı rəngdə olmasını düşünürsünüz? Bu odanın renkleri sürpriz olsun, sonunda göreceğiz. O zaman sizə uğurlar. Sağ olun, Mən teşekkürler. getdim, artıq mənim işim burada bitir Tamam, və mən tam təmir olmuş vəziyyətdə inşallah. gələcəm. Uğurlar sizə və ekibinizə. Sağ olun, teşekkürler. Salonu seçən memar və onun komandasının başına nələr gəldi? Evin sakini Bəxtiyar bəy niyə ustalara kömək etmədi? Bütün bunlar birazdan. Qonaq otağı salonu açıq rəngdə bir şey belə geniş görsətsin və oturacaq yeri, çox oturulacaq yeri olsa lap məmnun olardıq. Minurə xanım, otağınızın belə bol oturacaqlı olmasını istəyirsiniz. Bu da qonaqpərvərliyimizdən irəli gəlir ha. Amma uşaqların da fikri bizə lazımdır. Nə qədər olmasa onların da rəng dünyasına baş vuraq. Görək otaqlarını hansı rəngdə görmək istəyirlər. Evimizin rəngi açıq mavi. Açıq mavi. Sevirəm mavi rəngi. Mavi rəngi sevirsən. Bəs Fatimə sən? Mənim üçün də rəngi. Mavi rəng. Barış bəy, deyəsən artıq işə başladınız. Görürəm yaman ölçüb biçirsiniz. Bizə də söyləsəydiniz yaxşı olardı. Başa düşdük, sizi danışdırmaq olmaz. Yaxşı, siz otağın ölçülərini götürün, ofisdə görüşərik. Məmmədovlar ailəsindən bugünlük sağollaşan memarımız Barış bəy işini ofisində davam elədi. Çox maraqlıdır. Memarımız nə dəyişikliklər eləyəcək və hansı şəkildə o evi təmir etdirəcək? Şimdi biz mobilyalarla ilgili bir araştırma yapacağız. Küçük bir araştırma. Sonrasında o mobilyaları seçeceğiz. Daha sonra atölyeye göndereceğiz. Atölyede imalatı yapıldıktan sonra evin montajına gidecek. İstanbulun Elazığından olan memarımız mahnı oxumasa da, mahnı dinləməyi də çox sevir. Məhz işini də mahnı dinləyə-dinləyə görür. İnanmırsınız? Ay Barış bəy, bu mahnıdan bizi də agah eləyin. Bu mahnıda nədən danışılır? Mamoş ne demek? Mamoş Elazığ rayonunda Muhammed ismine veya Mehmet ismine kısaltma olarak Mamoş derler. Yani Mehmet isminin kısaltılmışı Mamoş. Bu arada çay içməyi çox sevən memarımıza Lətifə xanım çay gətirir. Biraz şirin-şirin söhbətləşib memarımızı tək qoyur. Barış bəy, siz deyəsən tək Elazığ mahnılarını dinləyib ilhama gəlmirsiniz. Çayı da onunla bərabər tutursunuz. Çayı seviyorum ama bugün çok çay içmemin sebebi çok sevmem değil. Aç kaldım ben bugün. Ondan dolayı. İşler yoğun olduğundan dolayı. Yemek yemeye vaktimiz olmadı. Ama bunları yayınlamayacaksınız değil mi? Nə danışırsınız? Bizim rejissorun gözündən belə fəlsəfi fikirlər qaçmaz. Sənət qurban tələb edir fikrinin yanına bir də aclıq tələb edir fikrini yazaq. Həm də bal tutan barmağın yalar deyiblər. Salonu seçən memar və onun komandasının başına nələr gəldi? Evin sakini Bəxtiyar bəy niyə ustalara kömək etmədi? Bütün bunlar birazdan. Artıq iş başladı. Memarımız Barış bəy və onun komandası Məmmədovlar ailəsinin həyətindədirlər. İlk öncə lazım olan ləvazimatları evə gətirirlər. Bütün komanda həvəslə işə başladı. Memarımız ustalara öz göstərişini verir.
öncə ev tamamilə boşaldılır. Ustalardan Fuad və Anar deyəsən yaman yerdə axşamladı. Tələsməyin, hələ ki vaxtımız var. Yoxsa bizim kameraları görüb həyəcanlandınız? Yumşaq mebellər, pərdələr, xalçalar çıxarılır. Təmir olunacaq otaqda ilk sökülən qapılar oldu. Səs, küy, toz, hamısı qarışdı bir-birinə. Hey, Bəxtiyar bəy, belə uzaqdan durub baxmayın. Bizim ustalara siz də kömək eləyin. Bəxtiyar bəy, nə oldu? Qapınızı sökmək istəmirdiniz? Heyfiniz gəldi? Yoxsa işi bizim ustalara həvalə elədiniz? Memarımız Barış bəy ustalara tez-tez nəzarət edir. Ən xırda bir işi gözündən qaçırmayan memarımız göstəriş verir. Parkeyi sökmeyin. Ustaların yorğun olduğu halda evin xanımı Münirə xanım çox dadlı börəklər hazırladı. Həm də fərqli formada. Yoruldunuz. Gəlin əyləşin, biraz Münirə xanımın bişirdiklərindən həm də dincinizi almış olarsınız. Adətən yemək yedikdən sonra işləmək adama çətin gəlir. Sizdə necədir ustalar? İşləmək istəyirsiniz, yoxsa... Yaxşı demiş olsun, bura işləyək. Yeməkdən sonra ustalar işlərinə davam etdilər. İlk olaraq çapılan divara və eləcə də çıxarılan qapılara suvaq vuruldu. Divar quruduqdan sonra rəngləmə işi başladı. Ustalardan yaşda ən balaca sayılan Pərvizə ən ağır iş olan elektrik naqillərini tutmaq oldu. Hiss olunurdu ki, Pərviz bundan qorxur. Bilirəm, çox vuracaqdı mənə. İşləmə qardaca qoydum. Qorxma ay Pərviz, sənə heç nə olmaz. Bu arada bizim hündürboy, romantik ustamız olan Rahib ustadan keyf hal soruşduq. İşlər necə gedir ay Rahib usta? İşlər yaxşıdır, bugün işimizin axırıncı gündür və yekunlaşma üzrədir. Rahib usta artıq elektrik naqillərini qoşmaq üçün çalışır. Evin işıqlı olsun ay Bəxtiyar bəy. Artıq çılçıraqlar vurulur. Barış bəy, deyəsən həyəcandan boğazınız quruyub. Amma su həyat mənbəyidir. Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızdakı rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80%-ni, yer kürəsinin 3/2 hissəsini su təşkil edir. Susuz bütün cahan dayanar və bununla bağlı Birləşmiş Millətlər tərəfindən 1993-cü ildə 22 mart tarixində Dünya Su Günü elan edildi. O vaxtdan bu yana dünyada su şuurunun artırılması istiqamətində işlər görülməkdədir. Birləşmiş Millətlərin məlumatına görə dünyada ortalama 1 milyard insanın təmiz suya müraciəti və təmiz su problemi artaraq davam etməkdədir. İldə 2 milyon insan, uşaqlar da daxil olmaqla çirkli su içdiklərinə görə gigiyenik qeyri-kafiliyi səbəbindən həyatını itirməkdədir.
Dünyanın fərqli bölgələrində, eləcə də Afrikada kirli sulardan istifadə edən insanların tələfatı daha çoxdur. Bu çərçivədə TİKA Türk İşbirliyi Koordinasiya Agentliyinin başçılığı ilə 2010-cu il içərisində başda Afrika olmaq üzrə fərqli bölgələrdə yaşanan su problemlərini həll etdi. Minlərlə su quyusu açıldı. TİKA-nın həyata keçirdiyi su və su gigiyenası ilə bağlı proyektlər bütün surəti ilə davam etməkdədir. Bundan başqa, TİKA Azərbaycanın bir çox rayonlarında və ən əsas məcburi köçkünlərin məkanı sayılan Ağcabədi rayonunda da su quyuları istifadəyə verməkdədir. Budur, artıq qapılar da gəldi. Əslən Türkiyənin Qaradəniz bölgəsindən olan İbrahim bəy qapıların düzgün çərçivədə oturması üçün dəqiq şəkildə ölçülər götürür. Barış bəyin ən çox sevdiyi yer televizor yerləşdirilən alçı dekordur. Bu dekor yalnız Barış bəyə məxsusdur. Artıq həmin dekorun üzərinə rəflər quraşdırılır. Daha sonra isə keçik işıqlarla bəzədilir. Budur, dekor dediyimiz yerin televizoru da gəldi. Romantik usta adını qazanan Rahib usta həzin musiqi sədası altında divar sobasının da işıqlandırma sistemini quraşdırır. Barış bəy, vəziyyət necədir? Ustalarımız artık pürüntüsü vuruyor. Biz de çok heyecanlıyız. İşin sonuna geldik. Rahip Usta son şurubu bağlıyor. Rahip Usta, Perviz Usta, bir de Betlut Ustamız var bizim. Bir de Talış abimiz var. Ona da yardımlarından dolayı teşekkür ediyoruz. Bakalım ev sahibi yarın görünce evi ne tepki verecek. Biz de çok merak ediyoruz. Gecə saat 11 və Bəxtiyar bəydən evin açarını alan Barış bəy sabah gələrsiz, indi sizi evə buraxmayacam dedi. Səbəbi isə bəllidir. Sabah tam təmir olunmuş otağını görmək üçün memarımız belə söylədi. Seni içeri almıyoruz o yüzden. Bahtiyar abi ben bile kendime inanamadım yani. 3 güne böyle bir odayı bitirdik. Bakalım görelim yarın nasıl olacak. Otağın bir tərəfi divar kağızı ilə bəzədilir. Bunun üçün kağıza yapışdırıcı maye sürtülür. Qopduqdan sonra divara vurulur. Ən sonda isə döşəmənin üzü təmizlənir. Artıq son gün. Bugün Məmmədovlar ailəsinin röyaları gerçəkləşəcək. Yumuşaq mebellər, stollar, stullar evə daşınır. Pərdələr asılır. Memarımızın həyəcanı gözlərindən bəllidir. Amma gördüyü işdən də çox məmnundur. Otağın son işləri tamamlanır və memarımız Barış bəy Məmmədovlar ailəsinin gəlişini səbirsizliklə gözləyir. Həyəcanın yarısı da Xuraman xanımın üzərindədir. O da kiçik rəfləri təmizləyərək memarımıza kömək edir. Otağın yumuşaq mebel dəsti də evə gətirilir. Bəh, bəh, Barış bəy, yaman gözəl rənglər seçmişsiniz. Yumuşaq dəstə uyğun yerə xalça salındı. Budur, artıq Məmmədovlar ailəsi həyətdədirlər və evə doğru gəlirlər. Yanlarında bir xanım da görürəm axı. Hə, yəqin Minurə xanımın anasıdır. Açıyorum. Salam. Selam. Biz geldik ailemizle. Hoş geldiniz. Merhabalar. Merhaba. Buyurun. Buyurun. Bahtiyar abi. Heyecan var mı? Abi çok ya. Çok heyecanlısın. Vallahi konuşmam bile. Görünce şaşacak mısın? İnşallah. Ya beğenmezsen? Olur mu öyle şey abi?
Size güveniyoruz. Güveniyorsanız ben de kendime güveniyorum. İnşallah. Anahtar bende. Abi ver anahtarı açalım. Öyle bedava verilmiyor anahtar. Ay Barış bəy, üzmə bizim Bəxtiyar bəyi. Ver açarları. Onsuz da həyəcan içindədirlər. Pasta size. Pasta hediye ettiler. Pasta mı? Evet. Hə, tortun da hazır. Daha nə istəyirsiniz? Açın qapını. Ev sahibləri görsün işinizi. Çok güzel. Gerçekten çok güzel olmuş. Hiç bu kadarını beklemiyorduk vallahi. Beklemiyordunuz ama biz yaptık işte. Her yeri çok yüreğime yattı ama bu ise daha da hoşuma geldi, daha da geçen oldu. Yaxşı, çox ayaq üstə qaldınız. Keçin oturun. Ben içeri girende şok oldum. Çok beğendim. Her yeri çok beğendim. Divanları ayrı beğendim. Stolları ayrı beğendim. Minore xanım da çay gətirsin. Minore xanımın anası Ağbirçək anamız Sabirə xanım qızının sevincinə qoşularaq həyəcandan bilmir nə desin. Amma elə qulağımız yalnız onun duasını eşitdi. Güzel günleri size kısmet etsin. Nasıl ki benim çocuklarımı sevindirdiniz, Allah sizi de sevindirsin. Cümlemizi. Vallahi. Sen dua etsen bize, tamam mı? O bize yeterli yani. İnşallah daha da ucalasın. Allah razı olsun. Vallahi. Allah razı olsun. Çox sağ olun ay Sabirə xanım. Ailəni daha bir sürpriz gözləyir. Əlbəttə ki, Barış bəy, bizim sürprizlərimiz bununla bitmir. Tabii sürprizlerimiz bununla bitmedi. Sürprizlərimiz var, bunlar birazdan olacaq. Açarları ev sahibi Bəxtiyar bəyə təqdim edən memarımız. Abi ben anahtarınızı koyayım şöyle. Allah razı olsun. Allah sizden de razı olsun. Biz evden çıkıyoruz artık. Bizlik işimiz bitti. Siz artık güle güle oturun. Allah huzur, mutluluk, sağlık versin. Bu arada balaca Ömər öz şəklinə elə diqqətlə baxırdı ki, sanki ilk dəfə idi özünü belə qəşəng görürdü. Hələ divarı sığallamasını demirəm. Pastamız gəldi. Getirin diyelim, bize de yemek düşer. Bəli, bəli, bunu ona görə gətirdik ki, şirin ye, şirin danışalım. Biz zaten şirin danışıyorduk, daha şirin danışacağız. Ay Xuraman xanım, siz bizim memarımıza söz çatdıra bilməzsiniz, Şeki baklavamız da geldi. Ay Barış bəy, bu şəki paxlavası deyil axı. Bu paxlavanı da Minurə xanım özü hazırlayıb. Barış bəylə Bəxtiyar bəyin şirin-şirin söhbətlərinə qulaq astım. Sən demə Bəxtiyar bəy, pərdə taxmaqda həmişə Minurə xanıma kömək eləyib. Bu isə bizim memarın xoşuna gəlmir. Onun fikrinə görə bunları da qadın eləməlidir. Münir abla takmadım, sana mı taktırdı? Yok abi olmaz, bayana taktıracaksın abi. Sen diyeceksin ki benlik değil diyeceksin, sen takmayacaksın. Barış bəy, burada nə var axı? Vay sənə gələn xanımın halına. Deyəsən kürəkən qaynana münasibətlərini araşdırırsan, nədir? Nə olub? Yoxsa qorxursan evlənməkdən? Tek damat yani. İyi bakıyor mu damada? Allah razı olsun. Azerbaycan'da iyi bakıyorlarmış zaten damada. Sabirə xanım divar sobasına daha yaxından baxıb sevinir. Yüreğinize sağlık. Allah sizden razı olsun. Bəh, bəh, bəh. Gətirin çayları. Armudu istəyirəm da çay. Oo, Xuraman xanım, sizin səsiniz də varmış ki. Çay. Bəli, artıq çaylarımız buradadır. 10 barmaqda 10 mərifət buna deyirlər ha. Bəy, zəhmət olmasa yardım edin. Yok ne zahmet. Barış bəy, mürəbbələrdən hansını sevirsiniz? En çok vişne ve çilek. Məmmədovlar ailəsinin sürprizi nə oldu? Qapını döyən kim idi? Bütün bunlar birazdan. Memarımız evdən gizli götürdüyü şəkilləri çərçivəyə alaraq divardan asmışdı.
Bunu görən Bəxtiyar bəy o şəklin böyük tarixçəsini aparıcımız Xuraman xanıma danışır. Orada kimler var? Aynen. Bunda büyük kardeşim askerdeydi, ona çekip gönderdik bir şekilde. Hamımız ailece çekip gönderdik ona. Çok güzel. Çox şirin-şirin söhbət eləyən Röya kimi proqramının kollektivi və eləcə də Məmmədovlar ailəsinin sürprizinə saniyələr qaldı. Söhbətin şirin yerində otağın qapısının döyülməsi hamını şoka saldı. Gelme ola. Buyurun. Salam aleyküm. Sevincdən Minurə xanım və Bəxtiyar bəy heç nə deyə bilmədilər. Çok sevindik. Mübarekler. Sağ olun. Bu evin reisi Bəxtiyar bəy, evin hanımı Minurə xanım, Çok sağ olun. kızı Fatimə, oğlu Ömər, o da kuzeni. Zarafatından qalmayan müğənni öz adını Bəxtiyar kimi təqdim etdi. Minurə xanımın anası. Sizi artıq tanıyırlar. Bu ailənin heç bir maliyyə dəstəyi olmadan. Siz bize ne geldiniz? İnşallah sizə də gəlir. Bismillah eləyib ilk verilişimiz bu oldu. Əlbəttə ki, davamı gələcək. Barış bəy memarımızdır. Tüm bu dekorun hamısında Barış bəyin əl işləridir və onun komandasının əl işidir. Necə bəyəndiniz? Beğendim doğrudan da giren ki o taraftan gelende biraz hava değişir. Onu göre gözlerim. Herhalde işimiz uğurlu olsun, güzel işleyin. Artık elə verilişlər olur, görürüz ki, mərdimaz açıqdır. Elə verilişlər görəndə təbrizəni bir daha. Çox sağ olun ki, gözəl layihəyə imza atmışsınız. Namiq bəy, onu düz vurğuladınız. Bu davadalaş, çaxnaşma verilişlər adamı çox bezdirir. Keçin əyləşin, bir stəkan çayımıza qonaq olun. Siz də çox sağ olun ki, gəldiniz. Evin təmiri haqqında təcrübələnən Namiq gözlərinə inanmadı. 3 günə başa gələn otağın belə tez hazırlanması onda maraq oyatdı. Maşallah, 3 günə belə bir ev təmir oldu. Bu evin əvvəlki görünüşünü görməmişsiniz. Görsəniz daha çox dəyişikliyi var. Artıq hiss olunur. Valla uyumadık, evimize gitmedik ama çattırdık, sözümüzde durduk. Burada yatıp qalıblar. Yaxşısan maşallah, siz olun. Sağ olun, teşekkürler. 3 güne bitireceğiz dedik, biz bitirdik, işimizi yaptık. Maşallah. Mən özüm bir neçə dəfə təmir etdirəcəm. Evet. Evlər, bağlı, bir neçə dəfə təmir. Bilirəm ki, təmir necə vaxt aparır, necə zaman aparır. 3 gün ərzində ona görə mənim üçün qəribə gəldi. Əslində bilmirəm, mənim işimə görə yoxsa nədir, mənim işim hər zaman, balaca bir otaq düzəlməlisə bir ayağa güclə gətirib çatdırır. Biraz da bizim bilmirəm, ustalarımızı təpir edir, ustalarımızda biraz tənbəllik olur. Bizim ustalarımızda hiç tembellik olmadı, uyumadılar. Fikirinin sonunda başa düşdüm ki, ustaya əvvəlcədən para ödəməzlər. Ay Namiq bəy, heç adam ustaya da qabaqcadan pul verər. Gördüyünüz pəncərənin qarşısında öncə bir yumşaq mebel qoyulmuşdu. Hal-hazırda onu stol və stullar əvəz elədi. Bundan başqa televizor köhnə stol üstə qoyulmuşdu. Biz bunu yeniləyərək dekor düzəldib və yenisini alıb dekorun üstünə yerləşdirdik. Yenilənənlər tək bu deyil. Xalça, pərdə, eləcə də çilçıraqlar oldu. I'm the craze of my native street. When I start to dance, everything goes chick, chicky, boom, chick, chicky, boom. The señoritas they sing and how they swing with that ombero. It's very nice, so full of fight. And when the dancing they bring a happy ring that I quiero, singing a song. Məmmədovlar ailəsinin röyasını gerçəkləşdirərək proqramın sonuna gəldik. Əziz tamaşaçılarımız, bugünlük bu qədər. Bugün biz bir ailənin röyalarını gerçək elədik. Bir ailənin sevincinə sevinç qatdıq. Növbəti ailəmiz kim olacaq? Hansı evdə, hansı dəyişiklikləri edəcəyik? Bunu artıq Barış bəy bilir. Önümüzdeki evimiz sürpriz olsun, ben onu açıklamayacağım burada. Eve gidip baktığımızda siz de göreceksiniz.
Bunun üçün də siz evlərinizin şəkillərini və ünvanlarınızı bizim aşağıda gördüyünüz e-mail kodumuza göndərirsiniz və biz böyük məmnuniyyətlə sizin evlərinizdə kiçik toxunuşlarla böyük dəyişikliklər yaradırıq. Bugünlük bu qədər. Hələlik. Gülnar abla, aboyu vuracağız, sizi çağırmayacağız. Görürsünüz. Sabah da gelmiyorum. Kim geliyorsa gelsin. İşi de bitiremedik zaten. Rezil olduk. Bu kadar. Abi, mətbəxin rəngi daha çox hansı rəngdə? Abi gülüyorum ya. Bir su içiriyorlar 5 manat. Bugünlük hələlik deyil. Helelik diyor, daha lafı bitiriyor, helelik diyor ya. Ben daha ne diyeyim helalden sonra? Ben de dedim ki daha bitti herhalde.